Hörmətli ədəbiyyat sevərlər, hörmətli Mehmet Əlməsimoğlu sevərlər, ədəbiyyatımızın qiymətini yüksək tutanlar, yazılarını, şairlərini, hamı xoş gördük. Gözəl gündə hər biriniz xoş gördük. Biz zaman gözəl təmtəlaqlı dalda yetişirik. Şairlərimizin əsərlərinə, yaradılıq nümunələrinə nəzər yetirdik, tanış oluruq. Və beləliklə, ölkəmizə düşən bir yükü, aparmağa və onu paylaşdırmaya çalışırıq. Və bugün də növbəti Qəzənfər Məsimoğlu'nun Asıl Sabahın Asıl adlı hələlik sonuncu, daha doğrusu növbəti desək daha düzgün olan növbəti kitabının təqdimatına toplaşmışıq. Ancaq bunu hesab edirəm ki, bütün tədbirlərdə demək lazımdır. Son günlərdə yaşadığımız günlər, yəni deyək ki, 2016-da Azərbaycan tarihinə öz izlərini saldı. Bu, təbii ki, 1918-in aprelindən 180 dərəcə fərqləndi. O zaman tamam başqa bir dövr idi. Bilirsiniz, həmin martın sonu, aprel aylarında 70 minə qədər Azərbaycanlı qətl edilmişdi. Ancaq bu ilin apreli bir zəfər kimi bizim yadımızda qaldı. Bir zəfərə başlanış kimi bizim yadımızda qaldı. Amma təəssüflər olsun ki, şəhidlər də veririk. Baxmayaraq ki, müharibə də itki tələb edir. Və bunlara mən sizə deyim ki, daha doğrusu hamıdan xahiş edirəm ki, bir dəqiqəlik sayılı duruşundan şəhidlərimizi xatırlasın. Təşəkkür edirəm. Dünən mən Qəzənfər Məsimoğlu'nun poeziyasını sevdiyimə görə həmişə izləyirəm, oxuyuram. Və dünən bir daha burada aparıcı olduğum üçün kitabı yenidən vərəqlədim. Və kitabı oxuyunca Məhəmməd Əmin Rəsulzadədən bir şurada görüşdü. Məhəmməd Əmin buyurur ki, dil süni xəlq ola bilməz. Dil təbii bir məxluqdur. Yəni, onun xəllaqı elə xalqın özüdür. Yazısı, şair, nasir fərqi yoxdur. Deməli, öz yaradılığında xalqın o yetişdirdiyi dildən istifadə edəndə bu daha güzel olur, daha mümkün olur. Və bəzən biz onu yəqin ki, digər dostlarımız da budadır, alimlərimiz yəqin bunu deyərlərlər ki, bəzən bizim yazarlarımız arasında eləsinə rast gəlmək olur ki, onlar hətta özünü biraz savadlı, bəlkə də biraz ağıllı, bəlkə də bir yekə göstərmək üçün görürsən, qeyri-Azərbaycan sözlərindən, tutarım ki, Latin sözündən, Yunan sözündən, onu qafiyə xətirlərini, nəyə xətirlərini əsərinə gətirməklə, əksinə, elə Məhəmməd Əmin dediyinə də bu dəstəkdir ki, əksinə dili körlür, dili pozur. Amma Qəzənfər Məsimoğlu'nun şeirlərini oxuyanda bu şeylər rast gəlmirsən. Sırf o xalqın yetişdirdiyi, o xəllaqi xalq olan o dildə Qəzənfər Məsimoğlu şeirlərini yazır. Fikir verin, qılınc qaldırıram, ox atıram mən. Dəyir bulutların köksünə nizəm, çəkilmir yerlərdən duman, siskin, çən, qar yağır şeirin üstünə mən. Burada, yəni bizim dilimizdən kənar heç bir şey yoxdur və bütün şeirlərin hamısı da bunlar ibarət. Mən Qəzənfər Məsimoğlu'nun yaradıcılıqla bağlı öz fikirlərini məqalə şəklində yazıb, izləmişəm, mətbuatda yayınlanıb.
Və həm də bir qısaca sizə xatırlama da eləmək istəyirəm ki, danışanda stimul olanda daha gözəl olur, bəzi təkan olanda daha yaxşı olur. Deməli, Kantın bir fikri var, deyir ki, Allah və dünya zəkanın irəli sürdüyü ayrı-ayrı ideyalardır. Lakin bu ideyalar birləşəndə bir bütövlük yaranır. Allah və dünya bir bütövlük yaranır. Bunu nəyə gətirirəm? Qəzənfər Məsimoğlu bəzən çox gözəl fikirlər yürüdür. Və məsələn, deməli, o təbiətin verdiyi şey insana daha qiymətli hesab edir də. O digər şeylərin ki, o, deyək ki, orada ilahi bir şeylər görüb. Deməli, deyir ki, mən Lalədən söhbət gedir, Lalə Gülmən deyir, mən onu sevirəm, o da Allahı. Siz fikir verin. Qəzənfər Məsimoğlu öz şair olaraq onu deyir ki, mən Allahın yaratdığını sevirəm. Amma Allahın yaratdığı da özlüyündə Allahı sevir. Yəni, çox gözəl bənzətmələrdir, çox gözəl fikirlərdir. Mən qardaşımı dəstəkləyirəm və ona uğurlar diləyirəm. Ana, hesab edin, fikirlərim, mən buradan şey də seçməmişəm. Sadəcə asarım hansı yazı oxuyuram. Çünki ana bilir kaman səni, ney səni. Qoruyubdur torpaq səni, göy səni. Axşam sabah oxşayıram hey səni, könül verir, yarın olmamaydı. Mən hesab edirəm ki, daha gözəl fikirlər sizə götürəcəksiniz. Qəzənfər Məsimoğlu'la bağlı, mənim dostumla bağlı. Onu bir daha təbrik edirəm və mən sizə qeyd edeyim ki, burada artıq 3-cü kitabı işıqlı gördü Qəzənfər Məsimoğlu'nun və 3-cü səfərə dönüşə redaktoru Mədət müəllifidir. 3-cü həm redaktoru, həm də ön sözü müəllifi, bizim sevimli şairimiz, həm də Emin Ağsaqqalı, həm də gəncliyində ictimai-siyasi fəal olan Mədət Coşqundur. Və sözü Mədət müəllimə veririk və hesab edirəm ki, o daha qiymətli sözlər deyəcək. Buyurun Mədət müəllimə. Mən hər şeydən əvvəl burada paylaşan mənim əzizlərimi poeziya yolunda, ədəbiyyat yolunda, incəsənət yolunda bir yerdə varısını demək biz doğruyuq, biz məni tanıyan və yaxud tanımayan əzizlərimdir. Çünki burada mən bu sözü kimə səviyyədi, məndən coşuna verir. Burada əyləşənlərin məhsulları məndən coşuna verir. Şəxsən mənim tanıyım. Amma mən bu müəlliflərincə bu gözəl bir Laçarasında desək günahkarlar, mən üzrüstəyirəm, mən məndən coşur bir çıxışıdır. Ben isim için benden sabahı çıkışım. Ona göre karşılayan bunu da zararlı. Ben bu mevzuda Söhbət Qəzənfərdən və onun poeziyasından gelirse ben bir şeylerden çatdırmaq istəyirəm. Qəzənfər kimdir? Harlarından olur. Bu şair olmalıydı, bu olmamalıydı ve onun poeziyasında özgürlüğe göstermeli. Qəzənfər uca zirvəli dağları, göy çəmənlikli, turna gözlü bulaqları, hər tərəfi gülçək olan bir obada, Borçalının qızıl tacı olan Vazkeçinin Əngiravan kəndində adam olur. O kənd, mən belə başa düşürəm ki, o kənddə olur, şair olmamaq və yaxud o kənddən çıxıb şair olur, yaxşı şair olmamaq, bu günahdır. Məsələn, mən ulaşamam ki, Qəzənfər elə bir eldən olmadan, elə bir torpaqda elə bir eldən olmadan çıxıb və şəxsən məncə, mənim təqrimcə, mənim ruhumca, əgər mən az çox poeziya başa düşürəmsə, çox qətiyyətlə deyirəm ki, Qəzənfər gözəl şair. Qəzənfər təbii şair, səbri şair. O, onun obasında gül çiçəklər külək vurduqsa, bir əsdikcə söhbət edir, şirin-şirin. Dağlar qışqır, ürək gözlüklərdir, o güllər xəfif bir pısıltıyla. Qəzənfərin poeziyasında belə bir ruh var, bir səbirliyyət var, bir xəfiflik var, bir incəlik var, bir zərflik var. Onun şiirlərini oxuyanda adam qeyri-ixtiyarı özü-özünə zərfləşir.
incələşir, bəlkə də müdürləşir. Qəzəfər belə gözəl şəhərlərimizdən. Mən fəxr edirəm ki, Qəzəfərin şeirlərdə, tapmalıda, çap olunmasında və o şeirlərin işıq İngilizcəsində bir redaktör kimi çox mənim əmələm olur. 3 kitabın Qəzəfərin 3 övladının belə deyək də cismani atası oldu, mənəvi atası. Və mən bunu fəxr edirəm. Bunu özümə əziyyət yox, bu işi özümə fərəq xoşbəxtlik duyuram. Dəfələrlə elə hallar olur ki, Qəzəfərin yazıları mənim sorusunda ondan almışam. Qəzəfər deyir ki, özünü yormadan bunu bir ayda sonra da işləyirsən, bir ayda sonra da işləyirsən. Mən demişim bu Qəzəfər. Ola bilməz ki, bunu baxmanın bir ay çəkir. Əvvələn burada işləmək baxmanı heç də yox. Heç də. Aydın olaraq bu gözəl şeirlərə harcasa nəsə olur. Yandan nəsə çıxabilir, fikir nəsə olabilir. Və mən böyük qəmliyyətlə fəxr edirəm ki, bu hər 3 kitabın redaktoru mənim, təkrar edirəm, onun əziyyət yox, özüm üçün şərif vermişəm. Və arzu edirəm, burada özümə də bir arzudur. Arzu edirəm Qəzəfər, elə olurlar, inşallah Qəzəfər yazılacaq, Qəzəfər 4-cü kitabını da yazılacaq, 5-ci də yazılacaq, 6-cı da yazılacaq, yazılacaq. Və çox arzu edirəm ki, heç olmasa olur, 4-cü kitabını İnşallah. İnşallah. Görərsiniz. Hamımıza bir qaptanın bilirlər, buraya gəldiyimizə gedin, bir-birimizin məclislərlə gedin. Ölümümüzdən sonra nəsə qoyun. Bilməm, burada fikir verdim, mən orada gələndə gül kimi olanlar, bunun hamısı bu vurmuş yaslar adamı, ulan məni yox, məndən coşuyor. Ulan hamısı. Niyə? Çünki mənim nə qədər imkanım olur, nə qədər bacarım olur, nə qədər əlimdən gəlib, əlimi onların içində görmüşəm, ya qucaqlamışam, yer barmağımın ucun içində görmüşəm. Ona görə ən böyük hörmət, şairin böyük hörməti etiraf oradan ibarət ki, özündən sonra gələnlərə baxar, onlara dayan olar, onlara kömək olar. Büyük sizin buraya gəlməyiniz, bura belə gəlir ki, doğrudan da ədəbiyyatımıza, poeziyamıza, gəncliyimizə, yeni adım atanlara böyük bir qayğıdır, böyük bir arxa dayanır. Ona görə hər birimizə mən Qəzəfərdən deyirəm, Ağsaqqal kimi, borçallardan deyirəm, çox sağ olun ki, böyük bu məclisə gəlmişsiniz. Çünki uzaq həyat çox qəribədir. Hər şey var, hər şey var, hər şey arda gedir. Çox təəssüflər ki, səmimiyyət yox. Səmimiyyət azalıyor, insanlar arasında mehribanlıq, səmimiyyət azalıyor. Çox səmimiyyətdən, çox mehribanlığa, çox bir təmasa insanlarda böyük bir ehtiyac var. O ehtiyacı bir-birimizə göstərməliyiz. Və mən əminəm ki, Qəzəfər bundan sonra gözəl əsərlər yazılacaq, gözəl şeirlər yazılacaq, oxucularını sevindirəcək və sizin belə günləriniz olanda da Qəzəfər fəal iştirak edəcəksiniz. Burada oturanlarla hər biri inşallah kitab təqdimatında sizlər gəlib burada iştirak edəcəksiniz. Sana uğurlar olsun. Sana uğurlar olsun Qəzəfər. Yaradıcılığında yer dayanışırlar sevgiler. Bu sənin şiirlərindən o dağların ətri heç vaxt əksi olmasın. O dağların ki, böyük şairlərdən biri demişdi, bir yere gedər mənim ismim dağlara dağılır. Həmən o dağlardır. Həmən o dağlardır. O dağların ətri sənin şiirlərdən əksi olmasın. Bir də Qəzəfərliyi qorur. Qəzəfərliyi sağlar. Yox, çox gözəl yerində. Həm məsləhətlərindən, həm Ağsaqqal sözündən, həm tövsiyələrindən, həm gələcəkdə nə eləməliyik deyə, onların hamısını bir daha bizi diqqətimizə çatdığınızına görə təşəkkür edirəm. Və Qəzəfər görünə qədər xoşbəxtdir ki, onun həm kitablarında mədət coşqun var, ona həm Ağsaqqal məsləhətində də mədət coşqun var və onun gündə belə Allah'ın çoxunu ömrü versin, rüyənə qədər istəyir. Tüm ömrünün hər anında mədət coşqun sənin yanındadır. Teşekkür ederim. Çok güzel.
İmanın təşəbbüsləri buyurur ki, düşüncə batildən həqiqətə, gizlindən aşkara aparandır. Yəni bu düşüncə nədir? Bunu tadı nəyə görə gətirirəm? Bir var, hatta rastlaşırıq da, bu qrafomaniyya ümumiyyətlə tarihin istənilən çağlarında, onun tarihdən bir deyirlər ki, bizdə çoxdur dövrümüzdə. Amma inanın ki, bəlkə də Nizami dövründə bundan da çox olurdu. Yəni o çoxluq olmasa, onun içində Nizami dövrlər çıxmazdı. Deyəli ki, bizim dövrümüz də vuralayacaq, onun içindən o nizamilər, dövrlər tapacaqdır, təbii ki. Bir var şeiri zorla beynindən çəkib çıxardırlar, bu küsürlə mənim nəyinəsə. Bir adam o özü pətəkdən bal sürülən kimi axıb gəlir. Bax, Qəzənfər Məsimoğlu'nun şeirləri də o pətəkdən bal sürülür gəlir. Mən burada sitat gətirmək istəyirəm, amma vaxtdan baxılan ki, Knyaz Zabinin vaxtı yaxınlaşıb bilməz. Çox gözəl şair, sevgi şeirlərindən xüsusilə diqqəti cəlb edən, həm də bizim könül dostumuz, ürək dostumuz Knyaz Zabinə söz verəcəm. Əziz və qardaşım, minnətlərim, təşəkkür edirəm. Bu gözəl məclisə mübarək deyirəm. Hər birinizi alqışlayıram, salamlayıram. Əziz ustadımız, möhtərəm Mədəd Soğanın məclisdə öz söz söyləməyi və sonunda köyrətməyi, biz də köyrətməyi, köyrəlmə məqamında o bizim ustadımız, ağsaqqalımız Abbas Abdullah'ın gəlməyi. Bu da bir məqamdır. Yaddaşlara yazılan bir məqamdır. Hər birimizin tarihimizdə həmişə görüşəcək xatirələrdən. Bu poeziya məclisidir, ədəbiyyat məclisidir, şeir sevənlərin, ədəbiyyat istəklilərinin, yaşı min illərlə ölçülən Türk poeziyasının, Türk ədəbiyyatının gözəl günlərindən biridir. Burada əyləşənlər əsl xiridarlardır, ola bilərdi ki, burada yüzlərlə adam olsun, ayaq üstə duranlar da olsun, amma şeirdən heç nə başa düşməsin. Zər qədrini zərgər bilir. Bizim əzimiz, dostumuz, qardaşımız, şeirimizin cığırdaşlarından olan Qəzənfər Məsimoğlu burada deyildiyi kimi 3-cü dəfə oxucularının görüşünə gəlir. Ürəyi dolu gəlir, əri dolu gəlir, hələ indən belə deyəcəyi çox sözlər olur. Qəzənfər haqqında ustadımız Mədəd Coşqun əvvəlcə məclisimizin aparıcısı Qeyimbəyi Cəlaloğlu çox gözəl fikirlər söylədilər. Onun yaradıcılığının bəzi məqamlarına toxundular. Ədəbiyyatımızda tutduğu və yaxud indən belə tutacağı mövqeyini müəyyənləşdirməyə çalışdılar. Oxucularının qəlbinə yol tapa bilməyəcəyi haqqında fikirləri söylədilər və öz mülahilərini təbii ki, bildirdilər. Əlbəttə, ədəbiyyat nəhəng bir ünvandır. O ünvanın üzgüsləri çox olur. Min illərdir belədir. Min illərdir hamı bir-birinə uğurlar arzulayır. Hamı bir-birinə tövsiyələr verir. Hamı bir-birini özündən ağırlı ya ağırsız hesab edir. Amma tarix ələyi tamam başqa ələkdir. Ədəbiyyat ələyi elə bir ələkdir ki, özü bilir kimi saxlayır, kimi saxlamır. Amma tarix də sübut edir ki, hansı yazar xalqın zəngin mənəviyyatından güc alırsa, xalqın dünya görüşündən qidalanıb öz əsərlərini yazırsa, xalqın təfəkküründən süzülən fəlsəfəni öz iş dünyasından keçirərək oxucularına söz deyirsə, xalq yaddaşının saxlancına güvənirsə, xalq dilində yazırsa, o sənətkar səviyyəsində yüksələ bilir, o əbədiyyət qazanır, ədəbiyyatın adamı olmağı bacarır. Bu mənada Qəzənfər hələ yolun başlanğıcında olsa da, mən bunun altından fəl çəkirəm. Amma min illik şifahi xalq ədəbiyyatımızı, folklorumuzun janrlarını, bayatılarımızı, dastanlarımızı, nağıllarımızı, sayısı sözlərini, tapmacalarımızı, atalar sözlərini, məsələləri içində qaynatdıqca
qulağın gözündən süzülən damcılar kimi şeirlər yazır. Elməyi çox gözəl qeyd elədi, onun dilinin sadəliyi həmən xalq yaradıcılığından gəlir. Kim ən azı cırtdan nağılını başdan ayağa qədər oxuyub, onun fəlsəfəsini duya bilmirsə, o heç bir nağıl oxuya bilməz, heç bir povest oxuya bilməz, heç bir şey yaza bilməz, heç bir sahədə qələm çala bilməz. Bu mənim şəxsi qəmlərim. Siz əgər Qəzənfərin şeirlərini ən azı vərəqləmişsinizsə, oxumuşsunuzsa, gözdən keçirmişsinizsə, ən azı şifahi şəkildə kimsə deyəndə dinləmişsinizsə, görərsiniz ki, Qəzənfərin işlətdiyi ifadələr qulağa tanış da gəlir, bəzən tanış gəlmə də bilir. Dediyim məsələlər. Həmən qaynaqlardan bəhrələndiyinə görə, şifahi xalq ədəbiyyatının zəngin hararetinin öz damında gəldirdiyinə görə və ustadımızın qeyd elədiyi kimi Borçalı, Başçəkid, Qarayazı, Qaraçöp kimi cənnət bir məkanda boya başa çatdığına görə, oranın təbiətini ruhunda yaşatdığına görə istər-istəməz bu cür yazmağa məcbur. Bu sözü vurğulayır. Çünki orada doğulan insan həqiqətən çətin dildə yaza bilməz, çətin sözlər işlədə bilməz. Xalqın öz dilində yazmağı özünə iftihar bilədir. Qəzənfər Məhsimoğlunun şeirləri əsasən aşıq poeziyasının, klassik aşıq yaradıcılığının motivləri əsasında qoşma gərayının üstündə köklənir. Bu da təbiidir. Yəni gözünü açandan evdə, obada, ailədə, mahalda saz görən, aşıq görən, dastanlar dinləyən, ustad azman aşıqların məclisində olan, onların dastanlarından qaynaqlanan bir insan təbii ki, bu yolla getməlidir və öz içindən keçirdiyi hissləri, duyğuları, həyəcanları məhz bu cür xalqa çatdırmalıdır. Mənim diqqətimi cəlb edən cəhətlərdən biri çox şairlərin girişə bilmədiyi təznis yaradıcılığına Qəzənfərin ustalıqla girişməsi və oradan özünə məxsus tərzdə qəhrəman kimi çıxmalıdır. Təznis yaratmaq çox çətindir. Bunu ustadlar təsdiq edə bilər, böyük ustadlar da dəfələrlə öz əsərlərində qeyd ediblər və təznis yaradarkən yeni hər insana nəsib olur. Mən çox sevinirəm ki, Qəzənfərin yaradıcılığında bu özünü çox 5 ildən, 10 ildən sonra, Allah ömür versin, Qəzənfərin ayrıca bir tədrislər kitabda çıxar, mən buna əminliyim bildirirəm. Kim tədris yalanlar? Yalnız Azərbaycan ədəbi dilini, Azərbaycan xalq dilini çox gözəl bilən, bu dilin bütün çalarlarını özündə birləşdirən, o sözü oynatmalı olan insanlar tədris yalanlar. Və yalnız klassik Azərbaycan ədəbiyyatının, aşıq poeziyasını bilən insanlar bu yolla gedəcəklər. Bu yolda qardaşıma uğurlar arzulayıram. Diqqətimi çəkən ikinci cəhət. Qəzənfər çağdaş poeziyamızda özünə məxsus dəstxətli olan bir neçə şairlə döş-döşə gələrək değişmələr keçir. Biri elə yanımızda əyləşir, eğilməyə çalalım. Sual-cavab şəklində mənə xatırladır klassik şairlərimizi, klassik aşıqlarımızı. Bağlama şəklində. Sual gelib, cavab almaq. Amma o sualın cavabını o tərzdə vermək ki, doğrudan da sənə sual verən şairin dediklərini öz poetik təfəkküründə düzgün ifadə edə biləsin. Bu mənada hər ikisindən alqışlayıram. Bu yolla davam etdirmək lazımdır. Son zamanlar değişmələrin sayı azalır. Amma mənə elə gəlir ki, bu da bir poeziyanın qollarından bir kimi çox maraqlıdır və yeni poetik örnəklərin yaranmasına səbəb ola bilər. Bu gözəl zalda indiyə qədər minlərlə görüşlər olub. Bizdən əvvəlki o ədəbiyyatımızın qaynar sarında indi qaynardır. Amma mənə elə gəlir ki, əvvəllər daha qaynar olub və burada çoxlu mübahisələr, müzakirələr olub və hazırda ədəbiyyatımızda çoxlu insanlar qalıb.
Və bu cür müzakirələrdən keçərək onların şeirləri, yazdıkları əsərlər dillərdə dastan olur. Bu məqamda Səməd Vurğunun, Böyük Xalq şairi Səməd Vurğunun bir bəndi yadıma düşdü. Hər sözü bir ulduz, bir şəffaf almaz, mənalar dünyası qaranlıq deyil. O böyük kitablar yaranır az-az, çünki ömürlüşdür, bir anlıq deyil. Böyük kitablar bir anlıq üçün yaranır. Böyük kitablar cildinin qalınlığına görə olmur, öz qalınlığına görə olmur. Sindəki mahiyyətə görə, məzmuna görə olur. Ona görə mən bu üçüncü kitabdır. Elbəy dostumuz dedi, axarıncı kitab olsun. Qalın kitablar olmasın, amma qalan kitablar olsun. Xalqın yaddaşına yazılan kitablar olsun. O kimsə saxlasın, desin ki, Qəzənfər Nəsiboğlu'nun filan şeirini oxumusan, oradakı misraları oxumusan. Bir dənə yaddaşında ilişib qalan bir bəndi var. Deyir, varsa hər şeirimin öz dünyasına keçdiyim yolları tapar oxucum. Diqqətlə fikir verin. Varsa hər şeirimin öz dünyasına keçdiyim yolları tapar oxucum. Xoşuma gəlməyən qoy mənim olsun. Xoşuna gələni apar oxucum. Çox gözəl bir etiraf. Və bu şairin həm də iddialı olmadığını ortaya qoyur. Yəni, hər bir şairin zəif, qüvvətli şeylər ola bilər. Hərə özüm daha yaxşı. Mən özüm daha yaxşı. Mən bilirəm ki, Arzu xanım, mən qüvvətli cəhətlərim hansıdır, zəif cəhətlərim hansıdır. Siz də onu kimi. Hər bir sənətkar da o kimi. Yəni, şair təvazökar olanda daha böyük. Ağac bar verəndə başını aşağı salır. Mən deyənlərdən dünyada qalmıram. Və bir məsələndə vurğulayıram, onunla sözü bitirirəm, icazənizlə mən sizi təkil edirəm, çox üzr istəyirəm məclislərə. Niyə gedirəm? İqtisad Universitetində bir tədbir var, mən orada sıçıyam əlim. Orada gedirəm, saat 3-ə başlayım. Üzr istəyirəm, bölməsi kimi qəbul eləməyim. Bir məqam vurğulayıb getmək istəyirəm. Böyük Füzuli nə deyirdi? Deyirdi ki, şiirin əsasında elm olmalıdır. Elmsiz şiirin əsası olur, əsası divar olur, elmsiz şiir. Böyük Nəsirəddin Tusi elə buna söykənərək sanki, bu fikrə söykənərək deyir ki, elm olmasa əməl olmur. Əməlsiz də ərzin balayar. Əməlsiz də elm yoxdur. Demək, elm başlanmışdır, əməl sondur. Elm səbəbdir, əməl nəticədir. Yəni, bir şeirin ki, elmi olmasa, onun nəticəsi olmaz. Ona görə bütün şeirlər elmə söykənməlidir. Və mən çox şadam ki, əzizimiz Qəzənfərin şeirlərinin çoxunda bu elm özünü büruzə verə bilir. Mən çox təhlil edə bilərdim, təəssüf ki, vaxtınız biraz qaralır. Ona görə mən